Azərbaycanla bağlı sualı keçmək istəyirəm. Konkret olaraq Qarabağla bağlı sual. Məlum olduğu qədər siz 1992-ci ildə Azərbaycanda olmusunuz və Qarabağın azad olunmasında aktiv olaraq döyüşlərdə iştirak etmişsiniz. Nə üçün Azərbaycan məğlub oldu? Onu kim deyir ki, Azərbaycan məğlub oldu? Hər halda reallıq ondan ibarətdir ki, Azərbaycanın 20% torpağı işğal altındadır. Lap 100% torpağı işğal olunsun. Siz bununla barışacaqsınız. Əlbəttə ki, xeyr. Onda lazım deyil deyəsiniz ki, kimsə məğlub oldu. Müvəqqəti olurdu. Müvəqqəti isə daimi demək deyil. Dünən təxminən saat 13 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Bunu heç kim unutmasın. Qarabağ Azərbaycandır.